Salam müəllimlər birliyi tədris mərkəzi Rüfət müəllim. Bugün kristal qafəsinin tiplərinə aydın testlərə baxacaq. Birinci sual. Kalium sulfitdə kimyəvi rabitənin müəyyən edin. Kalium sulfit birinci yazarım. Kalium 2S. Biri kalium metaldır. Şükür deyirsə nədir? Qeyri-metaldır. Və bunlar arasındakı olan rabitə iyon rabitəsidir. Deyək də, kalium müsbət iyondur, S2 mənfi isə mənfi iyondur. Anion, kation arasındakı rabitə nədir? İyon rabitəsini necə olacaq? 1B variantı. Spirtlər bərk halda hansı kristal qafəsə malikdir? Spirtlər maye halında olan birləşmələrdir. Bərk halda isə adi şərəkdə işarəti maye halındadır. Bəziləri də bərk haldadır. Bərk halda olanlar isə nə verəcək bizə? Molekul kristal qafəsində necə malik olacaq? Spirtlər, turşular. Doymuş karbohidrogenlər bərk halda hansı kristal qafəsə malikdir? Doymuş karbohidrogenlərdir. Deməli, bərk halda molekul kristal qafəsə nədir? Malikdir. Olacaqlar B variantı üçün sual ödəyəcək. Hansı maddənin kristal qafəsi düyünlərində iyonlar yerləşir? İyon rabitəsi olan birləşmələri soruşur. Burada A variantıdır. B variantında atomdur. C-də molekuldur, bərk halda. D-də molekul, Y-də də bərk halda molekul olacaq. Deməli, A variantı 4-cü sualda ödəyəcək. 5-ci sual. Hansı birləşmə atom kristal qafəsinə malikdir? Atom kristal qafəsinə malik olan maddələr silisium, silisium karbid, silisium O2, bor nitrid, karbon, almaz və qrafit, qırmızı və qara fosfor göstərmək olar ki, bunlar atom kristal qafəsinə malikdir. H-klor molekuldur, CO2 molekuldur, lityum flor iyondur, silisium karbid deməli atomdur, natrium xlorda nədir? İyon kristal qafəsinə nədir? Malikdir. Hansı sırada 6-cı sual maddələr hamısı bərk halda atom kristal qafəsinə malikdir? Buradan A-nı çıxaq, molekul, metal və molekul. B-də oksigen çıxaq, C-də azotu çıxaq, D-də oksigenin hamısını çıxaq. E variantı deməli göstərmiş olar ki, silisium bor və silisium karbid nədir? Deməli, atom kristal qafəsinə malikdir. 7. Bərk halda yalnız molekul kristal qafəsinə malik olan birləşmələr olan sıranı müəyyənləşdirin. Yəqin ki, A variantıdır. B-də məsələn silisium O2 atomdur. C-də silisium atomdur. D-də bunlar metal, bunlar iyondur. Y-də də natrium oksid nədir? İyondur. Deməli, burada qalır CO2, H2O və CH4. Molekul kristal qafəsində qazlar, mayelər və bəzi bərk halda olan maddələr göstərmək olur. 8-ci sual. Bərk halda yalnız molekul kristal qafəsi birləşmələr sırası müəyyən edin. A-dan natrium çıxaq. Deməli, bu metaldır. B-də də natrium var. C-də dəmir var. Y-də də natrium xlor, silisium var. Nə oldu burada? D variantı. Xlor 2 molekuldur. Bərk halda H2O-dur, H-xlordur. 8 olacaq D variantı. 9-cu sual. Maddələrin kristal qafəsinin tipini müəyyən edin. Silisium dioksid. Silisiumla birləşmələr dediyi əksəriyyəti atom kristal qafəsinə malikdir. Deməli, qaldı bizdə C və Y variantı. Almaz atomdur. Nə deyim? C və Y variantında bunun molekul çıxaq. Axforosifos isə molekul kristal qafəsi. Ona görə 9 olacaq variantı. C variantı ödəyəcək. 10-cu sualda maddənin kristal qafəsi tiplərini müəyyən edin. Nədir? Ağ fosforda molekuldur, qrafitdə atomdur, natrium hidroksidi isə iyondur. Yəni, ağ fosfor molekul, ağ fosfor molekulu, qırmızı və qara fosfor isə atom kristal qafəsidir. Qrafit atomdur, natrium hidroksidi iyondur, ağ fosfor isə molekul. Burada olacaq variantı, C variantı ödəyəcək. 11-ci sualda S8 molekul kristal qafəsinə malikdir. 8 dənə düşürdü. 8 atomlu birləşmədir burada.
S8 molekül. Kalium klor molekül, iyon ve atom. Kristal silisyumlu birleşmeler atom düğümleri. Silisyum karbon molekül. Deməli molekül, iyon ve atom. 11'den önce A variantı verəcək bizə. 12-ci sualda P4 natrium klor ve silisyum 2. Ağ fosfor deməli molekülü. Ağ fosfor molekül kristal qövsəm elektron. Natrium klor nisbətən mənfi iyon olduğu için iyon kristal, silisyum 2 ise atom kristal qövsəmini əmin edir. Molekül, iyon ve atom. Olacağına variantı B variantı ödəyəcək. Hansı kristal düğümlərinin iyonlar yerləşən adətən iyon kristal qəfəsinə malik olan maddə CO2 moleküldür, silisyum 2 atomdur, H2O moleküldür, H3O1 molekül. Buradan gəlin C variantı. Natrium müsbət, bir dənə xlorla mənfi. Elə deyil, natrium müsbət və xlorla olur C variantı. 14. Hansı maddə adi şəraitdə kristallikdir? Yəni bərk haldadır. Qarışqa türküsü maye haldadır. Etanol etil spirtdir. Gliserin mayedir. Metanol da nədir? Mayedir. Burada fenol adi şəraitdə deməli nədir? Bərk halda olan maddədir. C6H5OH. Verilən maddənin hər biri yüzlü maddədir. Qarışqa türküsü HCOH-dır. Etanol C2H5OH-dır. Gliserin 3 atomlu spirtdir. Metanol 1 atomlu spirtdir. Fenol isə C6H5 ilə OH nədir? Malik olan, formula malik olan nədir? Maddədir. 15'te hər iki maddə kristallik, yəni bərk haldadır. H3PO4 bərkdir, ağ fosfor bərkdir. A variantı ödəyir. B'də H2O mayedir, H3PO4 bərk. C'də H2SO4 maye. D'də H2O maye və hər ikisi mayedir. Y'də də hər ikisi mayedir. Qalır 15 dənə variantı, A variantı ödəyir şərt. 16-cı sualda hansı halda hər iki maddə adi şəraitdə kristallik maddə əmr yəni bərk haldadır. SO2-ni çıxaq. SO2 qaz halındadır. H2SO4 maye haldadır. H2SO4 maye haldadır. Qaldı burada nə? S8 və P4 olur. Y variantı ödəyir. Sonra 17-ci sual. Qeyri-molekül quruluşlu malikən sıralamı. Qeyri-molekülər quruluşlu maddələr adətən atom kristal qəfəsinə malik olan maddə. Yox, atom, iyon ve metal kristal qəfəsinə malik olan. Molekül kristal qəfəsinə malik olan variantları çıxaq. A-nı çıxaq. Nə oldu? Hər üçü bərk halda moleküldür. B-də də H-xlor çıxaq. C2H6-nı çıxaq. Nə oldu? Bərk halda. Deməli, moleküldür. D-də ammonium hidroksid və H-xlor çıxaq. Y-də də hər biri maddəni çıxaq. Qalır bizdə nə? B variantı. Qeyri-molekülər quruluşlu maddələr adətən atom, iyon ve metal kristal qəfəsinə malik olan nədir? Maddələrdir. Ona görə olur. 18-ci sual. Bizə verilib oksigen və ağ fosfor P4. Oksigendə deməli rabitələrin sayı 32 qramda 2 ədəddir qeyri-polymer. Yəni biz oksigenin X-i 32 versiyik. N-i neçə verəcək? 2 verəcək. Keçirik ağ fosfora. Ağ fosforda 124 qramında deməli 6 dənə rabitə var. Yəni bunu çəkib göstərə bilərik. Biri fosfor. Yəni bunun ağ fosfor formadadır. 1, 2, 3, 4, 5, 6 dənə rabitə var. 4 dənə deməli P4 4 dənədir. 4'ü 31'ə vurdan 124, 124 dənə də 6 dənə var, rabitə var. Deməli bu bizə verib ki 24 N-dən olsun. Yəni 48 dənə olsun bunun rabitəsi. Bunun 124 qramda 6 dənədirsə 24 N-də də 24 2'ə vuracaq. 48 dənə olması üçün görə neçə qram lazımdır. Y-ə də götürək nə qədər? 48. Y də bərabər olacaq 124 vurulsun nəyə? 8 edəcək. Bizdən də nəyə? Y-in x olan nisbətini soruşur. 124 vuraq 8 böləyinə 32. Deməli 8-dən 32 4 1 qalır. 124 4'ə böləndə 31'əndir. Deməli 18-ci sualda cavab neçə verəcək bizə? 31 verəcək. Sonra 19-cu sualda 19-cu sualı uyğunluq sualıdır.
İyon, molekul və atom kristal qüvvəsinin malik olan maddələri soruşur. Natrium OH iyona aiddir. Kalium sulfatı duz olduğu üçün iyon kristal qüvvəsinə aiddir. Kalsium metal heç birinə aiddir. C2H2 qaz halındadır, deməli molekula aiddir. Qırmızı fosfor isə atom kristal qüvvəsinə aiddir. 1-ə oldu A, B, 2-yə oldu D, 3-ə oldu E variantı ödəyir.